İrəli Hüquq Mərkəzi və ELSA Azərbaycanın birgə əməyi və təşəbbüsü nəticəsində iyun ayının 14-dən başlayaraq 18-nə kimi Hüquq Fakültəsinin tələbələri üçün qaçqınların hüquqlarına dair seminarlar keçirilmişdi. Qeyd olunan seminarlar Azərbaycan Hüquqşünaslar Konfederasiyası və həmçinin Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə keçirilmişdir. İyun ayının 13-dən etibarən biz 5 gün ərzində insan hüquqlarına dair silsilə tədbirləri həyata keçirdik və bu tədbirlərdə Hüquq Fakültəsində, müxtəlif universitetlərin Hüquq Fakültəsində təhsil alan tələbələr, eyni zamanda hüquqşünas olmayan gənclər də iştirak elədilər, öz hüquqlarına dair məlumat əldə elədilər və bir növ deyə bilərik ki, biz bu 5 günü və iyun ayının 13-dən 18-nə qədər olan dövrü insan hüquqları həftəsi elan etmiş kimi bu tədbirləri həyata keçirdik. Artıq 4 ildir ki, Azərbaycanda 18 iyun tarixi insan hüquqları kimi qeyd olunur və biz də bugün paytaxt sakinlərindən ümumiyyətlə bugün haqqında məlumatları olub-olmadıqları ilə maraqlanmaq üçün şəhərin mərkəzindəyik. Görəsən Azərbaycanda insan hüquqları pozulurmu? Pozulursa daha çox hansı sahələrdə pozulur? Ümumiyyətlə insanların öz hüquqlarına haqqında məlumatları varmı? Bu suala cavab axtarmaq məqsədi ilə biz hazırda şəhərdəyik və bu sualla cəmaata müraciət edəcəyik. Gəlin birlikdə baxaq görək, onların bu haqqda məlumatları varmı ümumiyyətlə? Müstəqillik günü deyəsən. 18 iyun. Bəli. Bilirdim yadımda. İnsan hüquqları günündə Azərbaycanda. Sizcə Azərbaycanda insan hüquqları qorunurmu? Mənə elə gəlir ki, yox. Ümumiyyətlə sizcə Azərbaycanda insan hüquqları qorunurmu? Nə üçün yoxdur? 18 iyun İnsan hüquqları günü. İnsan hüquqları günü. Sizcə ümumiyyətlə Azərbaycanda insanların hüquqları qorunurmu? Müəyyən səviyyədə qorunur, amma daha yaxşı işlər görünürsə, məncə lap məqsədə uyğun olar. Masa? Bilmirəm. İnsan hüquqları günüdür. İnsanların tək Azərbaycan konstitusiyasında yox, bütün dünyada da var. Bunlar əsas hüquqlar bunlar ki, təhsil almaq, sərbəst işləmək, nə bilim.